YD parçası ABC düzbucaqlı üçbucağın orta xəttidir. CD AB-yə bərabərdir. CD AB-yə bərabərdir. Həmçinin CD AD-yə də bərabərdir. Orta xətt olduğu üçün. Və BAC bucağının dərəcə ölçüsü bizdən tələb olunur. BAC. Demək, bu bucağa ehtiyacımız var. Bir alfa ilə işarə edək. Buradan AC-nin, yəni AC 2 dəfə AB-dən böyük olduğunu görürük. Çünki CD AD-yə bərabərdir, o da AB-yə bərabər olduğu üçün 2 dəfə çoxdur. Və əgər deməli, C bucağına baxsaq ki, hansı bucağın, yəni hansı katet hipotenuzun yarısına bərabərdir? 30 dərəcəli bucağın qarşısındakı katet. Deməli, C bucağı 30 dərəcə olduğu üçün alfa bucağı da olacaq 90 çıxılsın 30, yəni 60 dərəcə.